çəkilməsidir. Yəni biləsiniz ki, bir aşınma işləmir və əsas üstünlüklərdə və fizial tərəfin altında bizim uşaqlıq uşaqlarının olub, ölmüşlük bölgülükasını təmizləyir. Dəftəri hamiləlikdir. Hardasa bir 10 gün bundan qabaq baxmışdıq. Ürək döymələrimiz az idi. Çox xırda-xırda ürək döymələr var idi. İzlədik 10 gündən sonra çoxalmalıdır. Yəni 7 həftə üçün hardasa 155 civarı, 145-155 civarı ürək dövmə gözləyir. Amma gördük ki, ümumiyyətlə ürək dövməmiz dayanıb. Düzü laxtalama analizlərimiz təmizdir. Sonra foldur, vitamin hamısını yazmışdıq. Amma xanım özü də qeyd edir ki, çox ağır qrip keçirdi və qrip fonunda çox güman ki, yüksək qızdırma, davamlı yüksək qızdırma fonunda təəssüf ki, hamiləlik inkişafdan qalıb. Doğmamış xanımdır, arzu olunan hamiləlikdir və tam təmiz olsun. Özü də arxain olaq ki, endometrium təmizdir. Biz sonra yavaş-yavaş endometrium sağlamlıq olaraq təmizləyir və İnşallah yenidən sağlam